Zamin duranların nəzərinə diqqətli olun. Bir xəbərimiz olacaq. Gündəm xəbərin efirində 5 iyun tarixidir. Məlumatımız isə belədir. Belə ki, mağazalardan kreditlə telefon, mebel və digər məhsullar alanların sayı məlum olduğu kimi az deyil, lakin bir çox hallarda məhz kreditin rəsmiləşdirilməsi üçün zamin də tələb olunur. Mövzu ilə bağlı Yeni Sabaha danışan hüquqşünas Ramil Süleymanov zaminin borc münasibətlərində rolu və riskləri ilə bağlı danışıb. O bildirir. Zaminli müqaviləsi əsas borc münasibətlərində öhdəliyin icrasını təmin edən hüquqi təminat üsullarından biridir və mülki məcəlləsi ilə tənzimlənmiş olur və zamin əsas borcu ilə birlikdə öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Yəni, əgər borclu kredit müqaviləsi və ya alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməzsə, zamin də birbaşa cavabdeh olur və kreditor kimi, yəni məsələn mağaza və ya kredit təşkilatı məhkəməyə müraciət etdikdə zaminə qarşı da tələb irəli sürə bilər. Zaminlikdə diqqət edilməsi əsas məqamlardan biri odur ki, müqavilədə alınan mal və ya xidmət dəqiq göstərilməli, onun dəyəri və zaminliyin hansı konkret öhdəliyə aid olduğu aydın şəkildə müəyyən edilməlidir. Ramil Süleymanov bildirir ki, zamin borcu ödədikdən sonra həmin məbləği əsas borcludan geri tələb eləyə bilər. Yəni, zamin borcu ödədiyi halda onun əsas borcludan ödədiyi məbləği geri tələb eləmək kimi bir haqqı var və bu onun reqres hüququ, yəni geri tələb hüququdur. Zaminlik müqaviləsinin ləğvi isə yalnız kreditorun, yəni mağazanın və ya kredit verən təşkilatın razılığı ilə mümkündür.